İran Azərbaycanla sərhəd boyunca hava məkanında məhdudiyyət tətbiq edib. Söhbət pilotsuz uçuş aparatlarının intensiv istifadəsi ilə bağlı yayımlanan NOTAM xəbərdarlığından gedir. Flight Radar monitoring platformasının məlumatına görə sərhəd xətti boyunca yer səviyyəsindən 10.000 futa, təxminən 3050 metr yüksəkliyədək PUAlar uçub. Həmin saatlarda bölgədə İslam İnqilab Keşikçiləri Korpusuna məxsus aparatların uçuşları intensiv olub. Hərbi ekspert Ədalət Verdiyev bu məsələ ilə bağlı öz fikirlərini bölüşüb. İran ilə ABŞ arasında münasibətlər kifayət qədər gərgin bir mərhələyə qədəm qoyub. İran tərəfi məhz bu gərginlik fonunda rəsmi olaraq Azərbaycan ilə hava sərhədlərini bağlayıb və NOTAM adlanan bildirişi rəsmi olaraq paylaşıb. Əgər İran tərəfi hesab edirsə ki, mövcud vəziyyətlə əlaqədar onun aviasiya infrastrukturu, o cümlədən aeroportlar, uçuş enmə zolaqları bağlı qalmalıdır. O zaman Azərbaycan da analoji addımlar ataraq öz hava məkanını İran üçün bağlamalıdır. Adlanan xəbərdarlığın əsas məqsədi pilotları və hava hərəkətini idarə edən xidmətləri mövcud dəyişikliklərlə bağlı məlumatlandırmaqdan ibarətdir. Çünki hava hərəkətinin təhlükəsizliyini, müntəzəmliyini, effektivliyini təmin etmək üçün ölkələr zərurət yarandıqda belə bir açıqlamalar, belə bir bildirişlər elan etmək hüququna malikdir. Bildirişin yayımlanması, enmə uçuş zolaqlarının bağlanması, eyni zamanda enməyə və yaxud da uçuş üçün prosedurların dəyişdirilməsinə, eyni zamanda da naviqasiya sistemlərində qeyri-müntəzəmliyin, o cümlədən müdaxilələrin olması ilə səciyyələnir. Mövcud vəziyyətdə ABŞ-ın hərbi müdaxiləsi başlayarsa, o zaman İran ərazisindəki hava hərəkətinin idarə olunması üçün nəzərdə tutulan obyektlər, rabitə sistemləri də ABŞ-ın radioelektron mübarizə vasitələrinin təsirlərinə məruz qala bilər ki, bu da havada olan aviasiya vasitələrinin enməsinə və ya havaya qalxmasına kifayət qədər ciddi maneələr yarada bilər. Bu vəziyyətdə təbii ki, Azərbaycan dövləti də zəruri olan bütün tədbirləri görür, təhlükəsizliklə bağlı lazım olan addımları atır.